Yuxuda gördüm ki bir otaqdır. 2 dənə kürsü, stul gətirdilər, qoydular. Dedim, görəsən kim gələcək? Bir də onu gördüm ki, İmam Hüseyin ağa ilə Əbəlfəz ağa girdi içəri. İmam Hüseyin ağa qabaqda, Əbəlfəz ağa arxada. Əbəlfəz ağa çox ədəblə gəldi, oturdu. Birinci İmam Hüseyin ağa oturdu, sonra Əbəlfəz ağa. Baxdım, gördüm Əbəlfəz ağanın əlində bir dəftər var. Adlar yazılıb. Başda da bir adı var idi. Ondan sonra İmam Hüseyin ağa dedi ki, Əbəlfəz, o başdakı adı sil. Ona Seyid Cəfərin adını yaz. Əbəlfəz ağa dedi, ağacan baş üstə. Ləbbeyk seyyidi və mövla. Ağacan baş üstə. Bir adı sildi. Bir adı yazdı, Seyid Cəfər. Sonra İmam Hüseyin ağa durdu və getdi. Əbəlfəz ağa da durdu, getdi. Bu gecələrdə bizim də adımız yazılaydı. Xanımlar, xanım Zəhra dəftərinə, İmam Hüseyin ağanın dəftərinə. Deyir, mən yuxudan ayıldım, səhərəcən yata bilmədim. Səhər açıldı, Seyid Cəfərlə görüşdüm. Nəcəfdə yaşayırdıq. Dedim, Seyid Cəfər, bir yuxu görmüşəm, neynəmsən dünən gecə? Deyir, ondan sonra başladı danışmağa. Dedi, ağa, yaxşı yuxu görmüşsən. Dedi, nədir Seyid Cəfər? Deyir, dünənləri hər gün gedərəm Əmirül-Müminin hərəmlə. İnşallah hər gün salam verin Əmirül-Mümininə, İmam Hüseyin ağaya. Deyir, bu dəfə də getdim Əmirül-Müminin hərəmlə. Çıxdım hərəmdən, çıxanda deyir, öz-özümdən başladım danışmağa. Dedim ki, Seyid Cəfər, bugünəcən İmam Hüseyindən danışıblar, ağlamısan. Bəlkə bir iki kəlmə sən danışasan, 5-6 nəfər də ağlasın. Deyir, neyniyim? Getdim bir tələbələrdən birindən kitab aldım. Kitabın adı Uyunul Cila. Cilaul Uyun. İmam Hüseynin zikri müsibətləri idi. Götürdüm həmən kitabı, gəldim. Gəldim evə. Öz ailəm, balalarım. Yığdım hamısını. Dedim, əyləşin birinci gecə. Dedim, Aşuraya qədər mən sizə İmam Hüseyndən zikri müsibət deyəcəm, balalarım, ailəm. Siz qulaq asacaqsınız, mən danışacağım. Dünən gecə elədim onu. Mən danışdım, balalarım qulaq asdı, göz yaşı tökdü və əhli əyalım da o cürlə. Dedi, ola bilsin, bu yuxunu görmüsən. Bu yuxunu görmüsən. Ondan sonra Ağa Vəhid deyir ki, görürsən o bədbəxt kim idi ki, adı silindi. Adı silinən kimiymiş.